gözəl məclisimizə yengələn qonaqları da salamlayırıq, xoş gəlibsiz deyirik. Qədəmləriniz mübarək olsun. Arzu edirəm, hər bir ocaqda toy olsun, vüsat olsun inşallah. Hər ocaqda vağzalı səsi, vağzalı sədası gəlsin, subaylarınızdan toy görəsiniz. Toy əzəl xalqımın gözəl adəti, 100 ilin, 1000 ilin bəzəyidir toy. Toy ki, dünyanın ömür vəhdəti, bəşər tarixinin özəyidir toy. Tək elə toy olsun. Toy vüsat görəndə ana yurdumda, sevincdən şadlanıb gülürəm valla. Xoş söz eşləndə millətimizdən bülbül tək budağa qonuram valla. Öyünləm yurdumda sərvət görəndə, vəfalı insanda qeyrət görəndə, böyüyə kiçiyə hörmət görəndə, özümü bəxtəvər sanıram valla. Burada da inşallah bütün böylərin, kiçiklərin sifarişlərini biz çalışdığımız qədər yerinə yetirəcəyik. Yəni bu sevinç payından hamının payına düşəcək. Biz buna çalışacağıq ki, qonaqlarımız toyumuzdan və bizlərdən razı geçsin. Və mən bu anda biz istəyirik, Güvənc müəllim çox sağ olsun, əvvəla belə bir məsuliyyətli işi mənə tapşırıbdı və səlahiyyət verdi, açılışı mən özüm etdim. Biz istəyərdik ki, Güvənc müəllim öz qonaqlarını öz salamlasın. Biz bir daha təbrik edirik. Güvənc müəllim, Günel xanımla birgə mən sizə həm təbrik edirəm, həm də rica edirik, buyurasınız bərabərliyimizə. Eyni zamanda Kirvən Nazim bəy salamlayırıq. Nazim bəy, xoş gördük. Mən bu kirvəliyi salamlayıram. Bu kirvəliyə əbədi bir kirvəli dostluq arzu edirəm. Rica edirik Nazim bəy, siz də Könül xanımla birgə bərabərliyimizə buyurasınız. Gözəl gün üçün bir arzular, sonra bir yaxşı rəqs edərsiniz. Buyurun. Təbrik edirik. Təbrik edirik. Gözünüz aydınız. Müəllim, təbrik edirəm qardaş. Gözün aydın olsun. Allah Öməri qorusun. Arzu edirəm ürəyindən keçirdiyin bütün xoş arzuları Allah Ömərə qismət eləsin. Qardaş, sizə təbrik edirəm. Bacılar, təbrik edirəm sizə. Gözləriniz aydın olsun. Allah gözəl günümüzü mübarək eləsin. Müəllim, buyur. Heyecanlıyam. 2 dəfədir yəni bu işin məsuliyyət altına keçmişəm. Hamı xoş gəlib, səfa gətirib. Allah razı olsun. Saymısınız, dəyər vermişsiniz, bu gün iştirak edirsiniz. Allah sizə hamımızdan razı olsun. Bir ata evladı nə arzulayar? Ən gözəl xoşbəxtli, əxlaqı, tərbiyəvi, dövləti sevən, bayrağını sevən, millətini sevən, xalqını sevən bir iki də olsun inşallah. Allah razı olsun. Bir daha təbriklər. Gözünüz aldı olsun müəllim. Çox mübarək edir. Bugün o gün olsun, böyük toyuna gələyik inşallah. Allah mübarək eləsin. Çox mübarək, böyük toyuna yaşar inşallah. Sağ olun, hoş geldiniz. Təbrik edirəm sizi. Şanə xanım, siz də xoş gəlibsiniz. Və gözəl şumanlar gələcək. Əyləşən qohum, əqrəbə, dost, tanış. Hamı dəvətlidir, bir yerdən rəqs edəcək. Sağ olun dostlar, sağ olun. Gözləriniz aydın olsun. Mübarək olsun. Böyük toy görəsiniz inşallah. Güzel bala, gül bala, küçük toy mübarək. Həmişə belə gül bala, küçük toy mübarək. Güzel bala, gül bala, küçük toy mübarək. Həmişə belə gül bala, küçük toy mübarək.
İnşallah İsra. Hay zirvelerde duranlar Yollar ben yadına sal Geçsen eğer bu yerlerden Kanadına verdiler Zirvelerde duranlar Yollar ben yadına sal Geçsen eğer bu yerlerden Kanadına verdiler Verdiler, verdiler Kanadına verdiler Geçsen eğer bu yerlerden Kanadına verdiler Dağlar başı tütüldü yarım, dağlar başı tütüldü yarım Kimin kalbi bütüldü yarım, kimin kalbi bütüldü yarım Eğil yüzüne lafım yarım Eğil yüzüne lafım yarım Dünyanı bütüldü yarım, dünyanı bütüldü yarım Gülün can beleşirin sen Gülün can beleşirin sen Vay 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 bana şekerden beleşirin sen Bana şekerden beleşirin sen Ceylan amandı ceylan, alım yamandı ceylan İçkidi bende vermişim, üç ay tamamdı ceylan Ceylan amandı ceylan, alım yamandı ceylan İçkidi bende vermişim, üç ay tamamdı ceylan Ay buradan zor benzedir, keler benze benzedir Ölüm Allah işidir, buradan zor benzedir, keler benze benzedir Ölüm Allah işidir, ayrılmış benzer Ceylan, 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 ceylan Amandı ceylan, alım yamandı ceylan İçkidi bende vermişim, üç ay tamamdı ceylan Ceylan amandı ceylan, alım yamandı ceylan İçkidi bende vermişim, üç ay tamamdı ceylan Neyledi sen yarnedi Ben de bilirdim nedir Para para paraledi Kalbimi gör neyledi Aşkla bir gülmetti Aşkla heyran ettik Aşkı düşerlerdik ki Sen düşen işlettin Aşkla bir gülmetti Aşkla heyran ettik Aşkı düşerlerdik ki Sen düşen işlettik Çok sağ olun. Sənətçilərimiz var olsunlar. Rəqs edən qonaqlar çox sağ olasınız. Bilirsiniz, toyda rəqs nə qədər çox olsa, məclis o qədər şuurlu və gözəl keçir. Onun üçün hamınızdan rica edirik, şu mahnılar gələrkən əziz qonaqlar, buyuruq burada gözəl-gözəl rəqslər edin. Həm də bizim musiqili meydanımız, bizim səhnəmiz buna şərait yaradır ki, sizlər burada yaxşı-yaxşı rəqs edəsiniz. Maşallah, hamının üzündə sevinç var, təbəssüm var. Arzu edirəm üzünüz, gözünüz daima sevincli, təbəssümlü olsun. Şairimiz də yaxşı deyir. Qonaqların qəlbində bir dünya sevinci var. Hər biri bu sevincdən iftixarla danışar. Fərqi yox. O savabla nurani qocalar da, zəhmətkeş atalar da, qayğıkeş analar da danışar bircə-bircə. Bu sözləri deyənlər hamının ürəyincə. Yolu uğurlu, ömrü bahar olsun. Bir daha deyirəm, Ömər bəy, toyun mübarək. Mübarək olsun. Uca Allah gözəl günümüzü mübarək eləsin. Və əziz qonaqlar, bu mübarək gündə biz əvvəldə demişdik ki, toy toya, bayram bayrama qarışıbdır. Gözəl məclisimizdə bizim
Qazi qardaşlarımız iştirak edirlər. Qazilərimizi salamlayıram. Hamınıza Allah can sağlıq versin. Mənim əziz qardaşlarım. Nicat bəy, Elsəvər bəy, Qiyas bəy, Elçin bəy, Rövşən bəy, Fərrux bəy, Rüstəm bəy, Cavad bəy, Səməd bəy, Vali, Mayus, Ceyhun qazilərimiz, Mayus müəllim, veteran, qardaş. Xahiş edirəm buyurun, əziz qonaqlar. Gəl öz qazilərimizi bir ürəkdən alqışlayalım. Hamımıza çalağın. Eşq olsun. Canavar qardaşlar. Allah sizi var eləsin. Buyurun. Mən sizi təbrik edirəm. Ocaqlarınızda toy olsun. Təbriz Şirvanı da gəlib orada Həsən əmi ilə bir yerdə iştirak edir. Əlbəttə şəhanə də orada. Mütləq. Sənsiz toylar. Salam əleykum. Təbrik edirik. Təbrik edirik. Allah can sağlığı versin hamımıza. Eşq olsun sizlərə. Çox sağ olun. Allah canınızı sağ eləsin. Allah razı olsun. Güvənc müəllim, təbrik edirəm. Ha, Güvənc müəllim. Bugün olsun böyük dön qeyd eləyək. Cəm Azərbaycanımız da bugünkü gün münasibəti ilə təbrik edirəm. Elə bilirəm ki, bundan böyük bizim bayramımız yoxdur. Əziz dostlar, əziz yoldaşlar, Allah sizi var eləsin. Yaxşı ki, varsınız. Bugünkü gündə sayılmışsınız, seçilmişsiniz. Bizi dəvət edib Güvənc müəllim, Allah ona həmişə, necə deyim, şadlıq qismət eləsin. İşlərində müvəffəqiyyətlər arzulayıram. Sağ olun, çox sağ olun. Güvənc müəllim, zəhmət olmasa bura görə. Yəni, bu günlərim sənin evladın toyudur və elə belə yerə döyür ki, bu günlərim 8 noyabra salmışam bu toyu. Əsasən sənin bu qanundan, canundan gələn qeyrətli şərəf, yəni bəllidir bu günə görə. Şəxsən mən bir qazi olaraq, bax, bu ətrafında olan bütün qazilər, veteranlarımız sənin bugünkü toyu, evladın toyun təbrik edir. Hər birimiz bu gündə sənin yanındayıq, hər zaman sənin yanında olmuşuq. Buna görə də sənə minnətdarıq edirik ki, məhz bugün 8 noyabr qələbə günümüzün, yəni başda Ali Baş Komandanımız İlham Əliyev və şəhidlərimiz, qazilərimiz, veteranlarımız bu günləri bizim elimizə, obamıza bu günləri yaşatdılar. Əlbəttə ki, birinci növbədə bütün şəhidlərimizə Allahın salamı olsun, rəhməti olsun və qazilərimizə, veteranlarımıza Allahın salamı olsun və sizlərə Allahın salamı olsun Güvən müəllim. Təşəkkürümüzü bildiririk sizə. Çox sağ olun ki, bu Ağsu qazilərin qazi ordusunu bura dəvət eləmişsiniz. Allah Taala çox sağ olun, təşəkkür edirik və inşallah sənin evladın sənin kimi inşallah qeyrətli oğul olsun. Allah sizləri var eləsin. Burada yəqin ki, xidmətə gedən valideynlərin uşaqları da var. Allah onların da işini avan eləsin. Bugün ordumuzu saxlasın, ordumuzu qorusun, Ali Baş Komandanımız qorusun. Var olun, sağ olun, təşəkkür edirəm. Güvənc müəllim, mən də təbrik edirəm. O günlər olsun, böyük toy eləyəsən. Sən Ağsuda təhsildə böyük töhfələrin var. Bunu Ağsu ictimaiyyəti bilir. Ağsu ictimaiyyətinin içində sənin böyük hörmətin var. Sağ olun, var olun. Allah baloğa da xoşbəxt eləsin. Güvənc müəllim, səni oğlunun kiçik toy münasibəti ilə təbrik edirəm. O gün olsun, böyük toyuna yığışaq. Mən Güvənc müəllimlə 5 il tanışam. Mən Güvənc müəllimi yaxşı tanıyıram. Bilirsiniz ki, mən evladım da təmənnasız olaraq Ağsu Təbriz məktəbində və şəhid evladı Məlikov Raufun da qızı mənim evladımla birgə təhsil alırlar. Təmənnasız olaraq.
Güvənc müəllim bir vətənpərvər oğul kimi hər də bu 5 il ərzində mən tanıdığım müddətdə şəhidlərimizin anım günlərini, mövlud günlərini həmişə tədris məktəbində keçirmişdi və qazilərimizi də ora dəvət eləmişdi və qazilərimizə, şəhid ailələrimizə yüksək səviyyədə hörmət, izzət, sayğılar duyan bir insandır. Çox sağ ol Güvənc müəllim. Allah səndən razı olsun. O gün olsun sənin kimi oğullar bizim yüksək vəzifədə olan oğullar kimi olsunlar. Təbrik eləyirəm bütün Ağsurayon qaziləri adından. Söz demək istəyən varsa buyurub deyə bilər. Güvənc müəllim, təbrik edirəm sizi. Mənim üçün də xoşdur həqiqətən. Çünki Ömər təkcə sizin oğlunuzdur, bizim də oğlumuzdur. Ömər bizim balamızdır. Müəllim də onun ikinci valideyni sayılır. Ömər həmçinin mənim şagirdimdir. Ağıllı, savadlı, çalışqan. Bu baxımdan da atasına çəkib. Bugün mötəbər gündə ona görə qazi qardaşlarımı da təbrik edirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm. O gün olsun böyük toyla yığışar inşallah. Və müəllim, söz deyən qardaşlar sözlərini dedi. Söz deməyən, bax bu qazilərimizin, bu kişilərin, bu qəhrəmanların, bu igidlərin adından mən müəllim sizi təbrik edirəm. Gözün aydın olsun və arzu edirəm ki, qardaşların ocaqlarında toy olsun. Müəllim, sən də gedib orada gözəl mütləq iştirak edəsən. Təbrik edirəm sizi, Allah can sağlığı versin qardaşlar. Vurun mahnı gəlsin dostum. Elsəvər vur. Yaxşı. Biraz yaxın durun, qardaş bir dənə foto görsün sizin üçün. Yaxın durun qardaşlar. Yaxın durun.